Kaldığımız yerden devam edelim. Birinci sınıf mantık, namaz ve mantık kitabından test içini yazacağız. Birinci sualımız. Demek burada 2 2 artır. 2'nin üzerine 2 gelir 4. 4'ün üzerine 2 gelir 6. 6'nın üzerine 2 gelir 8 ve 8'in üzerine 2 geldikdə bize verecek 10 C variantı. İkinci sualda burada da eyni qayda 2 2 artır. 1'in üzerine 2 geldikdə 3. 3'ün üstüne 2 geldikdə 5. 5'in üzerine 2 geldikdə 7. Ve 2 üzerine geldikdə bize verecek 9 B bəndi. Üçüncü sualda burada bakırıq ki 6'dan 9'a üzerine 3 gəlibsə bizim qaydamızda 0'ın üzerine 3 gəldikdə bize verəcək 3. Sual işarəsinin yerə soruşduğuna göre doğru variantımız A variantı olacaq. Burada sondaki ile ilk ile sonu toplayıp sondaki buranı alır. Yani 0 ile 2'ni toplayıp alıp 2. Daha sonra 2 ile 2'ni toplayıp alıp 4. 4 ile 2'ni toplayıp alıp 6. Ve 6 ile de 4'ü topladıkda bize verecek doğru variant C variantı yani 10. Beşinci sualda eyni figürlara baxarıq. Burada bu kvadratdan bu kvadrata getdikdə 2 çıxıb, buradan da 2 çıxsaq, birinci kvadratımız alacaq 3. Dairədən 1-dən 4-ə üzərinə 3 gəlib və 4-dən də üzərinə 3 gəldikdə verəcək 7. Doğru variantımız 3 ilə 7 B bəndi. 6-cı sual 8-dən 8'in üzərinə 1 gəlib 9, çıxıb 3'ün 6. Üzerine 1 gəlib 7 və 3'ün çıxmalıyıq. O da olacaq 4. Bu da A variantı olacaq. 7-ci sualda üzerine 2 gəlib 5, 1 çıxıb 4. Üzerine 2 gəlib 6, 1 çıxıb 5. Üzerine 2 gəlib 7, 1 çıxıb 6 ve üzerine 2 gəldikdə 8 C variantı doğru variantımız olacaq. 8-ci sualda 7'dən 5'ə 2 çıxıb 3 üzerine gəlib. 8'dən 2 çıxıb, üzerine 3 gəldikdə 9, 2 çıxdıqda olacaq 7. A 9, B 7, 9'dan da 7'sini çıxanda 2 olacaq. B bəndi. 9-cu sualımızda 2, 2'dən 4'ə üzerine 2 gəlib, 1 çıxıb. 3, üzerine 3'ün üzerine 2 gəldikdə 5, 1 çıxdıqda A olacaq 4. Üzerine 2 gəldikdə bu da olacaq 6. Bizə də deyir 4 ilə 6'nın cəmi verəcək 10. 10-cu sualda 4'dən 6'ya üzerine 2 gəlib 3 çıxıb. Üzerine 2 gəlib 3 çıxdıqda 5'dən 3'ün çıxdıqda alacaq 2'ni. O da doğru variantımız A variantı olacaqdır. Sonra burada 11-ci sualımızda 11'də 6'dan 8'ə üzerine 2 gəlib 3 çıxıb, üzerine 2 gəlib, burada 3 çıxıb və üzerine 2 gəldikdə 4'ün üzerine 2'sini gələndə alacaq 6. 12-ci sualda 8'dən 5'ə 3 çıxıb, 5'dən 7'yə üzerine 2 gəlib. 3 çıxar, üzerine 2 gələr. Deyir ki, bu ardıcıllıqda birinci ədədi 10 olarsa 5-ci ədəd. Bax, burada 5 ədəd çəkilir. 1, 2, 3, 4, 5. Birinci ədədimiz 10'dur. 3 çıxıbsa 7, üzerine 2 gəlibsə 9. 3 çıxıbsa 6, üzerine 2 gəlibsə 8. Doğru variantımız C variantı olacaq. Daha sonra 13-cü sualda 13-cü sualda da 6'nın üzerine 2 gəlib 8, 8'dən 3 çıxıb 5, üzerine 2 gəlib 7 və 3 çıxıbsa 4 olacaq. Bu qayda ilə düzülmüş birinci ədədi 5 olarsa 4-cü ədəd. Burada 4 ədəd çəkirik. 4 ədəd. Birinci ədəd 5'dir. Qaydamız necədir? Üzərinə 2 gəlirik 7. Üzərinə 2 gəldik 7. 7'dən çıxdıq 3'ün 4 və üzərinə 2 gəlsək yeni ədədimiz, yəni 4-cü ədədimiz olacaqdı 6. 6 da A variant. 14-cü sualda 14-cü sualımız necədir? 1'in üzərinə 3 gəlib 4, 4'dən çıxıb 2'sin, üzərinə 3 gəlib 5, çıxıb 2'sin və üzərinə gəlib 3. İndi bizdə buradan tərsinə soruşur. Yəni tərsinə 1, 2, 3, 4, 5. 5-ci ədəd 6 olarsa 3 üzərinə gəlib 2 çıxıbsa tərsinə 2 çıxsa bura olacaq 8, bura olacaq 5, bura olacaq 7 və 3 çıxsa bura olacaq 4. Yəni baxın 3 üzərinə gəlib 7, 2 çıxıb, 3 üzərinə gəlib 2 çıxıb.
Yəni birinci ədədimiz olacaq. Demək C variantımız. Və sonuncu sual 15-ci sualda eyni bu qayda ilədir. 9-dan 4 çıxıb üzərinə gəlib 2-sin. 7-dən 4 çıxıb üzərinə gəlib 2-sin və 5 və çıxıb 4. Bunda da 4-cü ədəd 2 olarsa deyir, birinci ədəd neçə olacaqdır? Üzərinə demək 4 çıxıbsa tərsinə bura olacaq 6, 2 üzərinə gəlibsə bura olacaq 4, 4 çıxıbsa üzərinə 4 gələrək 8. Baxın, 8-dən 4 çıxanda 4, üzərinə 2 gələndə 6, 4 çıxanda 2 və bizdən də birinci ədədi soruşduğuna görə doğru variantımız C variantı olacaq.